Biz bugün sizinlə natural ədədlər mövzusunun sınavına baxacağıq. Deməli, birinci suala baxaq. Deyir ki, 37, 46, 76, 89, 103, 128, 147 ədədlərinin neçəsi tək ədəddir? Deməli, gördüyümüz kimi tək ədədlər birə və özünə bölünən ədədlər olduğuna görə burada tək ədədlər hansılar olacaq? 37 olacaq, sonra 89 olacaq, sonra 103 olacaq və 147 olacaq. Deməli, cavab olur D variantı 4 dənə. Sonra ikinci suala baxaq. Neçəsi deyir tək ədəddir? Tək ədədlərin bilirik ki, sonu 1, 3, 5, 7, 9-dan bitən olan ədədlər olur. Hansılar olur? 55, 63 və 399. 55 tək ədəddir, 63 tək ədəddir və 399 tək ədəddir. Vəssalam, Y variantı. Üçüncü sualda. Fərq 21 çıxılan 197 olarsa azalanı tapın. Biz bilirik ki, azalanı tapanda nə edirik? Fərqlə çıxılanı toplamalıyıq. Yəni, 21-in üstünə gələcəyik 97-ni. Neçə olacaq? 118. Bu qədər A variantı. Dördüncü sualda fərq 18, çıxılan 20 olarsa azalanı tapan, yenə də 18 ilə 20-ni toplayırıq. Cavab olur 38. Beşinci sualda azalan 332, fərq isə 48 olarsa çıxılanı tapın. Çıxılanı tapanda nə edirik? Azalandan fərqi çıxırıq, yəni 332-dən 48 çıxırıq. 332 minus 48 olacaq neçə? 284. Bu qədər. Növbəti sualımız 6-cı sualda 10 və 20 aralığında yerləşən üçə qalıqsız bölünən natural ədədlərin cəmini tapın. Bilirik ki, 10 ilə 20 arasında yerləşən üçə bölünən ədədlər 12, 3 artır da 15, 18 və salam. Bu üçüdür. Bunların da cəmi neçə eləyər? 2, 5, 8, 15 edir. 5 yazırıq. 1 yadda, 3, 4. Cavab oldu 45. C variantı. 7-ci sualda 0, 2, 9, 7, 3 rəqəmlərindən düzəldilmiş ən böyük və ən kiçik ədədin cəmini tapın. Bilirəm ki, böyük deyəndə ən böyük rəqəmlə başlayacaq. Yəni 9, 7, 3, 2, 0. Ən kiçik isə ən balaca rəqəmi seçirəm. 2-dir. Burada 0-dan başlayan ədəd olmur axı. 0, 3, 7 və 9. Və bunların isə bizdən cəmini soruşur. 9, 9, 6, 7, 11. 117.699 D variantı. 8-ci sualda isə rəqəmlərin hər birindən bir dəfə istifadə etməklə yazıla bilən ən böyük və ən kiçik ədədlərin cəmini soruşur yenə. Yenə də burada da böyükdən kiçiyə doğru seçirik. 9, 8, 4, 3, 2, 1. Daha sonra kiçik isə əksinə bunu yazırıq. 4, 8 və 9. Bunların da cəmini soruşur. 7, 0, 1 yadda 10, 11. Alındı neçə? Gördüyünüz kimi hansı variantı olur? D variantı. 9-cu sualda bölən 7 alına bilən qalıqların cəmini soruşur. Biz düstur yazdıq ki, n vurulsun n çıx 1 böl 2. Qısa variantını deyirəm də 7 vur 7 çıx 1 bölünsün 2. Cavab olur 21. Və yaxud da ki, bu düstur yadında qalmırsa, 7-yə böldükdə alına bilən qalıqlar hansılardır? 1-dən 7-yə qədər. 1, 2, 3, 4, 5 və 6. Bunları da toplayanda cavab neçə eləyir? 21-ə bərabərdir. Y variantı. Sonra keçək 10-cu suala. 73 ədədini hansı ədədə bölmək lazımdır ki, qismət böləndən 3 vahid böyük, qalıq isə böləndən 4 vahid kiçik olsun. Yəni 73 bölünsün
qismət böləndən 3% böyük. Tutaq ki, x-a bölürəm. Qismət böləndən 3% böyük olsun. Yəni, bölən x deyil, x plus 3 olur bura. Qalıq nə qalır? Qalıq da deyir ki, nəyə bərabərdir? Qalıq böləndən 4% kiçik olsun. Yəni, bərabərdir x çıxılsın 4-ə. Biz də bilirik ki, bölünəni tapmaq üçün, yəni 73-ü tapmaq üçün nə edirlər? Qisməti bölənə vururlar. X vurulsun x plus 3. Üzərinə gəlirlər qalığı. Yəni, x çıx 4-ü gəlirlər üzərinə. Tənliyi həll eləyək. X-i vurub atsam, x kvadratı üstə gəl 3x plus x minus 4 bərabər 73 yazdım. İndi burada tənliyi həll edirik. X kvadratı plus 4x çıx 4 çıx 73. Bizə nə verir? Çıx 77 verirmi? Bərabər 0. İndi biz də bilirik ki, Viet teoreminə görə toplayanda -4, vuranda -77. Hansı ədədlərdir? -11 ilə müsbət 7 götürə bilərəm də. Yəni, -11 ilə müsbət 7. Burada da baxıram ki, məndən sualda nə istəyirdi? Baxın. Hansı ədədə bölmək lazımdır? Yəni, 7-yə bölmək lazımdır. Cavab olur 7. Görürsən, bu ağıla gəlmir. Variantla da işləyə bilərsən. Yəni, mənası nə deməkdir? 73-ü uşaqlar variantlardan birinə böləndə, yəni, tutaq ki, 7-yə böləndə neçə eləyir? 10 dəfə düşürmü? Və qalıq nə qalır? 3 olurmu qalıqda? Gördünüz? İndi bizdə şərtdə də deyir ki, qismət böləndən 3% böyük olsun. Qismət nədir? 10-dur da. 10, 7-dən nədir? 3% böyükdür. Düzdür. Qalıq isə, qalıq da 3-dür də. 3 də böləndən, yəni 7-dən 4% kiçikdir də. Bəli, ödəyir. Onun üçün cavab olur 10-cu sualda B variantı. 11-ci suala baxaq. Deyir ki, neçə cütü qarşılıqlı sadələrdir? Qarşılıqlı sadədə bilirik ki, ortaq böləni 1 olmalıdır. Nələri götürə bilərik? Məsəl üçün 3 ilə 5-i, başqa 3 ilə 17-ni, sonra 3 ilə 21-i götürə bilərəm. Keçirəm 5 ilə 17-yə, sonra 5 ilə 21-ə, sonra 17 ilə də 21. 21. Neçə cüt oldu? 1, 2, 3, 4, 5. 5 dənə oldu. Cavab, yəni A variantı bu qədər. Sonra 12-ci suala baxaq. A bölünsün B bərabər 6, qalıq 2-dir. İndi burada yenə bölünəni tapmaq üçün A bərabərdir nəyə? Qisməti bölənə vurub üstünə qalıq gəlir. Eynən burada isə B-ni tapmaq üçün eləyərik. B bərabərdir. Yazıram ki, 5C üstəgəl 4. Qeyd elədim. A-nın son rəqəmi tap deyir. A-nı tapmaq üçün gətirirəm burada B-nin yerinə. Uşaqlar, bax, buradakı B-nin yerinə. Bax, bu ifadəni qoymalıyam. Yəni, A bərabərdir. 6 vurulsun. 5C üstəgəl 4 plus 2 yazdım. Doğru da 2-ni də qeyd elədim. Sadələşdirirəm. 30C plus 24 plus 2. Çünki 6-nı 4-ə vuranda 24. Üstünə bu qıraqdakı 2-ni gəlsəm, edir neçə? 26. Biz bilirik ki, 30 sıfırla qutardığına görə 30-u nəyə vururam? Vurum. Hamısı yəni sıfırla qutaracaq. Üstünə də 26-ın gələndə, yəni sonu 6 ilə qutaran ədədi gəlsəm, sonu deməli 6 ilə bitəcək. Onun üçün cavab C variantı götürürük. Nümunə. 30-u tutaq ki, 1-ə vurun. Üstünə 26 gəlin. Neçə eləyir? 56 eləyirmi? Gördünüz? Sonu nə ilə qutardı? 6 ilə. Cavab onun üçün 12-də C olur. 13-cü sualda. Deyir ki, Y ədədini 4-ə böldükdə qalıqda 3 alınır. Məsələn, 7-ni 4-ə böləndə qalıqda 3 alınır. Y-in yerinə 7 qoyub, bu ifadənin cavabını tapıb 4-ə bölüb qalığı tapa bilərsən. Qısa yolda başqa cür necə ola bilər? Mən sizə test toplusunda demişdim ki, bu qalığı götürürük. Yəni, qalıq 3-dür də. 3-ü götürürük, gətiririk, bu Y-in yerinə qoyuruq. 3-ün kvadratı üstəgəl 3 vur, 3 üstəgəl 8. Neçə eləyir? 9, 9, 18, üstünə 8 gəlirəm.
26. Düzdür? 26-nı 4-ə böləndə, çünki 4-ə böldükdə deyir. Qalıq nə qalır? 6 dəfə düşür. Qalıq da 2. Deməli, cavab olur 2 bu sualda. Keçək növbəti suala. 14-cü sualda. 14-cü sualda deyir ki, bizə 14 və 29 ədədləri arasında 3-ə qalxısız bölünən tam ədədlərin sayını tapın. 15-dir. 3 artır da 18-dir, 21-dir, 24-dür və 27-dir. Bunların da sayı neçə dənədir uşaqlar? 5 dənə. Cavab olur 5 dənə. Digər sual, 15-ci sual 2, 5, 0 bu tərəfə düşüb. Rəqəmlərdən istifadə etməklə bütün iki rəqəm ədədlərin cəmini tapın. Burada əslində cavab belə olmalıdır. Rəqəmlərdən istifadə etməklə, yəni demir də rəqəmlərdən bir dəfə istifadə etməklə. Yəni sən əslində bu 2-ni də 5-i də 2 dəfə də götürə bilərsən. 25, 50, sonra 52, düzdür? Başqa nə alınır? 20. Əgər dediyim kimi 2-ni 2 dəfə götürsək, 22, 55 bunları da yaza bilərəm. 55. Çoxunuz bunları toplamısınız. Bunları toplamısınız. Cavab 147 götürmüşsünüz. Elə götürənlərdə yəni düz götürmüşəm.